Test imtahanına xoş gəlmisiniz. Fövqəladə hallar zamanı təhlükəsiz təxliyə olunma təlimatı. Hörmətli vətəndaşlar, test imtahan prosesində baş verə biləcək fövqəladə hallar zamanı təqdim edilən təhlükəsiz təxliyə olunma qaydalarını diqqətlə izləyin. Fövqəladə hallar dedikdə, yanğın, təbii fəlakətlər, texniki qəzalar və s. nəticəsində insan həyatına və sağlamlığına təhlükə yaradan hadisələr başa düşülür. Fövqəladə hallar zamanı test imtahan nəzarətçisinin göstərişlərinə əməl etməklə hərəkət edin. Hər hansı fövqəladə hadisə baş verərsə, bu təlimatda təqdim edilən binanın təxliyə planına uyğun olaraq binanı dərhal tərk etməlisiniz. Siz hal-hazırda SOCAR-ın baş ofisinin İnsan Resursları Departamentinin inzibati binasının alt mərtəbəsində yerləşən test imtahan zalındasınız. Ekranda təqdim edilən test imtahan zalının təxliyə planına diqqətlə baxın. Burada giriş-çıxış qapıları, çıxış yolları, yanğın söndürmə vasitələrinin yerləşdiyi yerlər göstərilmişdir. Binanın alt mərtəbəsində daim açıq olan təxliyə planında göstərilən giriş-çıxış qapısı vardır. Fövqəladə hadisə baş verərsə, təxliyə planında göstərilmiş binanın alt mərtəbəsinin giriş-çıxış qapısından istifadə etməklə binanı tərk etməlisiniz. Yanğın söndürmə balonu test imtahan zalında təxliyə planında göstərilən yerdə yerləşdirilmişdir. Hər hansı yanğın hadisəsi baş verərsə, dərhal yanğın söndürmə balonundan istifadə edin. Hörmətli vətəndaş, test imtahanının gedişi ilə bağlı qaydaları diqqətlə izləyin. Test imtahanına başlamazdan əvvəl mobil telefonlarınızı söndürməyinizi xahiş edirik. Nəzərinizə çatdırmaq istəyirik ki, test imtahanı müşahidə kameralarının nəzarəti altında həyata keçirilir. Xahiş edirik, şəxsiyyətinizi təsdiq edən sənədi masanın üzərində yerləşdirin. Test imtahanı zamanı vətəndaşların köməkçi vasitələrdən istifadə etməsi qadağandır. Bu prosedur tələblərinə riayət olunmadıqda, vətəndaş imtahandan kənarlaşdırılır və nəticələri ləğv olunur. Hörmətli vətəndaş, İmtahan müddətində təqdim olunan test tapşırıqlarını cavablandırarkən, yalnız doğru hesab etdiyiniz bir variantı seçməlisiniz. Test imtahan nəticələrində hər bir sualın doğru cavabı 1 balla qiymətləndirilir. Ballar hesablanarkən yalnız doğru seçilən cavablar nəzərə alınır. Səhv cavablar düzgün cavablara təsir etmir. Hər hansı test tapşırığı bloku üzrə 0 bal və ya minimum keçid balından az bal toplayan iştirakçı, yığdığı ümumi baldan asılı olmayaraq növbəti mərhələyə buraxılmır. Test imtahanında iştirak edən vətəndaşların topladıkları ballar eyni olduqda, ardıcıl olaraq ixtisas, məntiq, Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi, kompüter bilikləri üzrə test bloklarından ən çox bal toplamış vətəndaş növbəti mərhələyə keçmiş hesab edilir. Test imtahanı xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Proqram təminatı işə başlayarkən, ekranın mərkəzində yerləşən xanaya giriş nömrəsini, fərdi identifikasiya nömrəsini daxil edin. Nömrəni daxil etdikdən sonra xananın aşağı hissəsində yerləşən giriş düyməsini sıxın. Açılan pəncərədə sizə aid olan məlumatların düzgün yazıldığına əmin olun. Məlumatlarda səhvlik yoxdursa, ekranın sağ aşağı küncündə yerləşən irəli düyməsini sıxın. Əks halda nəzarətçiyə bu barədə məlumat verin. Növbəti pəncərədə sizə təqdim olunmuş elanla tanış olub, başla düyməsini sıxmaqla test imtahanına başlaya bilərsiniz. Proqram təminatının yeni açılmış pəncərəsinin mərkəz hissəsində sizə test tapşırıqları təqdim olunur. Pəncərənin yuxarı hissəsində adınız, soyadınız, giriş nömrəniz qeyd olunmuşdur. Yuxarı sağ küncdə test imtahanının bitməsinə qalan vaxt əks olunur. Pəncərənin sağ tərəfində sualların ardıcıllığı və cavablarınız göstərilir. Pəncərənin sol aşağı küncündə düzgün cavabı seçmək üçün 5 cavab variantı yerləşir. Sağ aşağı hissədə kalkulyator, növbəti,
əvvəlki və sonuncu sual seçildikdə nəticə düymələri yerləşir. Sizə təqdim olunan test tapşırığını cavablandırmaq üçün düzgün hesab etdiyiniz variantı seçərək düzgün cavabı seçim bölməsində qeyd edin. Sizin qeyd etdiyiniz variant sağ tərəfdə yerləşən sualın nömrəsinin qarşısında əks olunacaqdır. Növbəti suala keçmək üçün növbəti düyməsini sıxın. Test tapşırığının cavabını dəyişmək üçün istədiyiniz vaxt sualın nömrəsi seçməklə həmin suala qayıdıb cavabınızı dəyişə bilərsiniz. Test imtahanı üçün sizə ayrılmış vaxt bitdikdən sonra imtahan yekunlaşır. Əgər siz imtahanı vaxtından əvvəl bitirmək istəyirsinizsə, test tapşırığının sonuncu sualını seçib, aşağıda yerləşən nəticə düyməsini sıxaraq imtahanı bitirə bilərsiniz. Unutmayın ki, imtahanı bitirdikdən sonra geri qayıdıb cavabları dəyişmək mümkün deyil. Test imtahanı bitdikdən dərhal sonra hər bir vətəndaşın bölmələr üzrə düzgün cavablandırdığı sualların sayı ekranda əks olunacaqdır. Nəticənizlə tanış olduqdan sonra ekranın aşağı sağ küncündə yerləşən çıxış düyməsini sıxmaqla proqram təminatını bağlaya bilərsiniz. Diqqət! İş dəllallarına aldanmayın. Fırıldaqçılar bəzi insanların sadəlövhlüyündən istifadə edərək, insanlardan müəyyən maliyyə vəsaiti alaraq, onları sokarda işə düzəldəcəkləri barədə söz verirlər və əgər bu şəxslərdən kimlərsə öz biliklərinə görə müsabiqədən keçib işə qəbul edilirlərsə, fırıldaqçılar bunu öz xidmətləri kimi təqdim edir. Keçməyənlərin isə pulunu ya qaytarır, ya da müəyyən bəhanələrlə vaxt uzadırlar ki, bu da vətəndaşların hüquq mühafizə orqanlarına şikayət etmələrinə səbəb olur. Bir daha bildiririk ki, keçirilən müsabiqələrdən kənar təsirlər, hətta İnsan Resursları Departamenti rəhbərliyinin və neqativ hallar qeyri-mümkündür. Çünki proses müvafiq komissiyalar tərəfindən tam obyektiv, şəffaf, çoxpilləli nəzarət və video çəkilişlə həyata keçirilir. Hər kəs bilməlidir ki, baş vermiş və yaxud baş verə biləcək qayda və yaxud qanun pozuntularının qarşısının alınması və ya təhqiqatının aparılıb aşkar edilməsini yalnız qanun keşikçiləri olan hüquq mühafizə orqanları həyata keçirə bilərlər. Ona görə də belə dəllalların toruna düşənlər yalnız hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Sizə test imtahanında uğurlar arzulayırıq.